Bu günlerde bilirsiniz ki Zeynep Xanlarova, dünya şöhrətli Zeynep Xanlarovanın nəvəsi Zeynəbin toyu oldu. Zeynep de təbii ki nənəsinin adını daşıyır da. Və orada çox adamlar oldu. Hər birimiz o video görüntüləri izlədik. Ay filan kəs oradadır, ay filan kəs oradadır, ay filan kəs. Mən stilist, bizim gözəl stilistimiz Rəşadı görmədiyim üçün və bunu ictimailəşdirdim ki, Rəşad, sən hardasan? Sən niyə toyda olmadın? Niyə bu toyda görünmədin? Yoxsa səni dəvət etməmişdilərmi? Təbii ki, buna cavab almalıydım ki, Rəşad, məhz stilist Rəşad bu toyda niyə yoxdur? Mən düşünürdüm, bəlkə dəvət etməyiblər və Rəşad nə əlaqə saxladım. Demək o toy ərəfəsində Rəşad burada olmayıb, Dubayda olub. Deyir, yüksək bir dəvət gəlmişdi mənə, işgüzar bir dəvət. Təbii ki, stilisti o hər yerə dəvət edə bilərlər. Hər kəsin ürəyinə başqa bir şeylər gəlməsin. Və deyir, mən işgüzar bir görüş idi və təcili mən Dubaya getdim. O ərəfədə məhz toy günü mən Azərbaycanda olmadım. Bir də bir neçə doğmamı, yaxınımı itirdiyimə görə mən biraz deyir kədərliyəm, qəmliyəm. Amma əslində deyir, burada olsaydım mütləq toyda iştirak edərdim. Ay Sarə Səfra, söz-söhbət yaratmır, dedikodu yaratmır. Elə belə də dedi Rəşad mənə. Təbii ki, mən dedikodu yaratmıram. Sadəcə olaraq gözüm sizi axtardı, görmədim ona görə. Və o mənə dedi ki, ana balasını necə sevirsə, bala anasını necə sevirsə, Zeynep Xanlarova məni elə sevir. Mən də Zeynep Xanlarovanı çox sevirəm. O ailə mənə çox doğmadır və məni də o ailəyə doğma kimi qəbul ediblər. Təbiidir, zəng vurdum, təbrik etdim, xoşbəxtlik arzuladım. İnşallah. İndi təbii ki, mən Zeynep Xanlarovanla bu günlərdə görüşəcəm. Yəni söz-söhbəti qutaraq Rəşad ona görə orada iştirak etməyib ki, Azərbaycandan çox-çox uzaqlarda olub, Dubayda işgüzar səfərdə olduğuna görə gələ bilməyib sadəcə olaraq. Amma toya dəvətli təbii ki olub. Məndən bu qədər. Sarə Səfura Bahadurdan və dedi ki, mən Zeynep Xanlarovanı dünyadan da böyük, yəni dünyalar qədər sevirəm.